Düzbucaqlı üçbucaqda 1 böl h kvadratı bərabərdir 1 böl a kvadratı üstə gəlib 1 böl b kvadratı niyə yazılır? Çünki bir düzbucaqlı üçbucaq çəksək və katetlərini a və b, hipotenuzu c qeyd etsək, hipotenuza bir h hündürlük endirsək, iki sahə düsturuna görə AB bölünsün 2, CH bölünsün 2-yə bərabərdir. Və buradan da c-ni tapsaq, h bərabər olmuş olur AB bölünsün c-yə. Hər tərəfə kvadrata yüksəlsək, h kvadratı AB kvadratı bölünsün c kvadratı olur. Düzbucaqlı üçbucağa görə c kvadratı a kvadratı plus b kvadratı olduğu üçün düsturda c kvadratın yerinə yazsaq, düsturumuz h kvadratı bərabərdir a kvadratı b kvadratı bölək a kvadratı plus b kvadratı şəklində olur. Kəsiri tərsinə çeviririk və sonra kəsiri toplananlarını ayırırıq. A kvadratları və b kvadratları ixtisar getsə, düsturumuz 1 böl h kvadratı bərabərdir 1 böl b kvadratı plus 1 böl a kvadratı alınır.